Salam dəyərli izləyicilərim. Bugün sizə Türkanın tam mərkəzində. Bax, buradan məscid yaxındadır, məktəb yaxında. 12 sot torpağın içində yerləşən, bax, bura dədə-baba mülküdür. Bax, bu köhnə evlərdən görürsünüz ki, bax, divarı qalın yerdə. Əzizlərim, bu yerdə torpağın sotu aşağısı 5000 manatdır. Yəni, bu yer Əlimyanda təcili satılan yerdir. Həyətdə gördüyünüz kimi bar verən meyvə ağacları, müxtəlif növ bar verən meyvə ağacları, əncir, tut, zeytun, armud, bütün növ meyvə ağacların hamısını tanıyıram əzizlərim. Bundan əlavə qeyd edim ki, həyətdə şirin su, yəni axar su da var, şollar suyu. Bundan əlavə yenə yoxlanmış quyudur. Yəni qədimdə yoxlayıblar bu quyunu, suyu şirin suydur, belə suyu da var. İçməli su da var, quyu suyu da var. Sənədləri qaydasındadır. Hər kim alsa Allah xeyrini versin. Əzizlərim, həyətdə gördüyünüz kimi, bax, bu yekəhətdə bir dənə ayrı tikili var. Bundan əlavə, bax, bu dəqiqə içində köçüb yaşamağa 3 dənə də bax, belə xırda otaqları var. Düz içində əl artıq şeylər, materiallar da var içində. Yəni, indi hamının işi hələ hamısı, hər şey düz gəlmir ki. Yəni, bunları ləğv edib buradan tələsini tikilmiş. İndi bugünkü gündə ehtiyac var satmağa. Kim alsa Allah xeyrini versin.